Salam əziz şagirdlər və fizikanı öyrənmək istəyənlər. Bugünkü dərsimizdə biz sizinlə 7-ci sinif fizika dərsliyindən olan cisimlərin elektrik yükü mövzusu ilə tanış olacağıq. Gəlin başlayaq. Birinci slaydda bizdən soruşulur ki, deyilir ki, elektrik haralarda rast gəlinir. Gəlin əvvəlcə bununla geniş formada tanış olunur. Bilirik ki, elektrik mövzusu daha geniş mövzudur və o bir çox yerlərdə istifadə olunur. Elektrik bizim evlərimizdə rast gəlinir, bilirik işıq lampanın daxilində, həmçinin müxtəlif elektrik cihazlarının tərkibində biz rast gələ bilərik. Şəkildə gördüyünüz həmçinin kondisioner, sərinkeş və müxtəlif naqillərdə biz elektrikə rast gələ bilərik. Elektrik sənayedə rast gəlinir, müxtəlif qurğuların, mühərriklərin daxilində, stansiyalarda həmçinin biz burada elektrikə rast gələ bilərik. Nəqliyyatda rast gəlinə bilərik. Bəzi maşınlar, avtomobillər, nəqliyyat vasitələri elektriklə işləyir. Bunları götürə bilərik. Həmçinin növbəti slaydda biz artıq deyəcəyik ki, atom mövzusu ilə biz sizinlə əvvəlki dərsdə tanış olmuşduq. Bilirik ki, atom nüvədən ibarətdir. Nüvədə adətən proton və neytron, amma onun ətrafında isə elektronlar hərəkət edir. Proton bilirik ki, atom müsbət yüklü nüvədəndir. Çünki proton müsbət yüklüdür və onun ətrafında hərəkət edən elektronlardan ibarətdir. Yəni, adətən nüvədə proton və neytronlar yerləşir, lakin onun ətrafında isə elektronlar yerləşir. Atom nüvəsində protonu P hərfinə, neytronu N hərfinə işarə edirik və onlar bir-birinə əlaqəli olan bir sistemdir. Proton adətən müsbət yüklü olur, neytron yüksüz olur. Elektron isə mənfi yüklü zərrəcikdir. Atom bütövlükdə elektrik yükünə malik deyildir. Çünki onu təşkil edən müsbət yüklü protonların sayı mənfi yüklü elektronların sayına bərabərdir. Yəni, nəyi nəzərdə tutulur? Ümumiyyətlə, biz bunları geniş formada öyrənəcəyik. Tutalım ki, hidrogen atomunu götürmüşük və hidrogen atomunda biz görə bilərik ki, onun nüvəsində müsbət bir proton, ətrafında bircə elektron var. Görə bilərik ki, protonla elektronların sayı bərabərdir. Həmçinin helium atomunu götürəndə orada onun nüvəsində 2 dənə proton, 2 dənə ətrafında isə 2 elektron hərəkət edir. Bu zamanda görə bilərik ki, protonlar və elektronların sayı bir-birinə bərabərdir. Təbiətdə ümumiyyətlə 2 elektrik yükünü mövcuddur. Müsbət şarlı yüklər, bir də mənfi şarlı yüklər. Elektrik yükü Q hərfinə işarə olunur. Skalyar kəmiyyətdir. Balaca Q hərfinə dedik işarə olunur. Vahidi klondur aləmi şərəfinə, lakin cihazı yoxdur. Bir də ki, yük Q hərfinə işarə olunur. Elektrik yükü olmayan cisimlərə elektroneytral, yəni yüksüz cisimlər adlanır. Təbiətdə ən kiçik elektrik yükü elektronun elektrik yükünə bərabərdir qiymətcə və elementar yük adlanır. O da Y bərabərdir, Y hərfinə işarə olunur və Y 1,6 vur 10⁻19 kulona bərabərdir. Əgər atomu təşkil edən zərrəciklərin yüklərinə baxsaq, görə bilərik ki, elektron mənfi yüklü olduğundan onun üçün -1 və yaxud Q bərabərdir -Y şəklində yaza bilərik. Proton müsbət yüklü olduğundan Q bərabərdir müsbət Y şəklində yaza bilərik. Neytron yüksüz olduğundan Q bərabərdir 0 şəklində də yaza bilərik. Ümumiyyətlə, hər hansı bir atomda olan elektronların və ya protonların ümumi yükünü təyin etmək üçün aşağıdakı düsturdan istifadə olunur. Q bərabərdir müsbət mənfi NY şəklində olur. Yəni, burada tam ədəddir, 1, 2, 3 və s. Protonları hesabladığımız zaman qarşısına müsbət şarjı yazırıq. Əgər elektronların yükünü hesablamaq istədikdə isə qarşısına mənfi yük yazırıq. Tutalım bizdə verilib ki, hər hansı bir cismin və ya atomun yükünü hesablamaq. Ümumiyyətlə, əgər atomun yükündən danışılırsa, atomda demişik ki, neytral zərrəcikdir. Orada elektronlar və protonların sayı eynidir. Ona görə də orada 0 götürürük atomun yükünü. Lakin, əgər bizdə hər hansı bir ion nəzərdə tutularsa, bu zaman onun yükü müxtəlif formada hesablanır. Gəlin, indi bunu geniş formada baxaq. Tam şəkildə litium atomu təsvir olunmuşdur. Və bizdən soruşulur ki, litium atomunun yükünü hesablayın. Biz bilirik ki, şəkildə görə bilirik açıq aydın ki, litiumun nüvəsində 3 dənə proton, ətrafında isə 3 elektron vardır. Əgər biz bunun yükünü hesablamaq istəyiriksə, burada proton və elektronları cəmləməliyik, toplamalıyıq. 3 elektron
Çünki elektron mənfi yüklü olduğuna mənfi 3 yazıram. Proton müsbət yüklü olduğuna müsbət 3 yazıram və toplayanda 0 alınır. Və burada görünür ki, atomda elektrik yükü 0-a bərabərdir. Yüklü zərrəciklər arasındakı qarşılıqlı təsir qüvvəsi elektrik qüvvəsi adlanır. Bunlar iki cür olur: cəzb etmə və itələmə. Eyni adlı yüklər bir-birini itələyir. Görürsünüz, müsbət müsbəti, mənfi mənfini itələyir. Amma müxtəlif adlı yüklər bir-birini cəzb edir. Bu şəkildə görə bilirsiniz. Yüklü zərrəciklər arasında həmçinin yüklü zərrəciklə yüksüz zərrəcik arasında qarşılıqlı təsir olmur. Yəni əgər bizim zərrəciklərdən biri neytrondursa, neytronla proton arasında heç bir qarşılıqlı təsir olmayacaq. Həmçinin neytronla elektron arasında da heç bir qarşılıqlı təsir olmayacaq. İki neytron arasında da heç bir qarşılıqlı təsir mövcud deyildir. İyon dedikdə ümumiyyətlə biz bunu kimyada da sizinlə keçmişik. Bilirik ki, iyon elektron itirən və özünə əlavə olaraq elektron birləşdirən atomdur. Şəkildə də siz natrium və klorun iyonlarını görə bilirsiniz. İyon iki növü var: müsbət və mənfi iyon. İndi hər biri ilə tanış olaq. Elektronunu itirən atom müsbət iyona, amma əlavə elektron alan, yəni özünə elektron birləşdirən mənfi iyona çevrilir. Baxın, şəkildə görə bilərsiniz. Natrium atomu atom formasındadır və elektron itirir. Elektron itirdiyinə görə elektronların sayı azalır və o müsbət natrium iyonuna çevrilir. Lakin xlor elektron özünə əlavə edərək, yəni özünə elektron birləşdirərək, əvvəlcədən atomdur və sonradan özünə elektron birləşdirən zaman orada elektronların sayı artır və o artıq mənfi iyona çevrilir. Həmçinin natrium xlor xlorid duzunda da natrium öz elektronunu xlora verir. Bu zaman natrium müsbət olur, xlor isə mənfi iyona çevrilir. İstənilən iyonun yükünü hesablamaq mümkündür. Bunun üçün aşağıdakı yolla hesablanır. Tutalım ki, bizdən soruşulur ki, şəkildə verilən iyonun, elektronunun, protonun, həmçinin iyonun yükünü hesablayın. İlk növbədə elektronuna baxırıq, elektronlarını sayırıq. Baxırıq ki, elektronların sayı 3 dənədir. 1, 2, 3. 3 yazırıq, qarşısına mənfi işarəsi yazırıq 3 Y-yə bərabərdir. Çünki dedik ki, elektron mənfi yüklüdür, ona görə də qarşısına mənfi işarəsi yazılır. Protonu sayırıq. Protonlar, əgər biz burada qırmızı götürmüşüksə, qırmızı dairələrsə 1, 2, 3. Yəni 3, hətta 4-cü də. Burada protonları nəzərdə tutsaq, bu zaman protonlar 3 elektrona bərabər olacaq. Gəlin bunu düzəldək. Şəkildə bizdə verilən protonlar boz rəngdə kimi götürsək, bu zaman görərik ki, protonların sayı 4 dənədir. Ona görə də müsbət 4-yə şəklində yazırıq. İyonun yükü dedikdə isə biz elektron və protonların yüklərini toplamalıyıq. Elektronun yükü mənfi 3Y, protonun yükü müsbət 4Y olduğundan toplasaq müsbət Y adı alarıq. Bu onu göstərir ki, bizdə verilən iyon müsbət yüklüdür və onun yükü müsbət Y-yə bərabərdir. Elektrik qüvvələri sayəsində atom elektronu özündə tutub saxlayır, yəni imkan vermir ki, ondan qopub uzağa getsin. Gəlin şəkildə bizdə məsələ verilib və məsələdə deyilir ki, elektrik yükü mənfi 2-dir, iyonun nüvəsində 4 proton var və onun elektronlarının sayını tapın. Gəlin bunu hesablayaq. Bizdə yükü 2Y verilib, yəni Q, yəni bu mənfi yüklü iyondur. Mənfi 2Y'dir. Bizə verilib ki, 4 proton var, yəni əgər biz bunu, bu iyonun qəbul edək. Yəni bizdə onu göstərir ki, protonun yükü Q proton müsbət 4Y'dir. Biz də bilirik ki, iyonun yükünü taparkən biz adətən yadımızdadırsa, biz elektronlarla protonların yükünü toplayırdıq. Toplayaq. İyonun yerinə biz mənfi 2Y qoyuruq. Elektronun yerinə, elektronun yükünü bilmirik, sayını da bilmirik. Biz onu bilmədiyimizə görə X yazaq. Protonları bizə verib müsbət 4Y. Müsbət 4Y. Bu zaman X-i, yəni elektronları tapsaq, bu elektron hesablamış olsaq, biz burada mənfi 2Y-dən 4Y-ni çıxmalıyıq. Olacaq mənfi 6Y.
Burada biz bilirik ki bizdə belə bir düstur var idi. Yadınıza gəlirsə, mənfi, müsbət, NY düsturu var idi. İndi biz elektron üçün mənfi NY yazırıq. Burada bizdə 6 elektronların sayı kimi qəbul olunur. Y isə elementar yükdür. Ona görə də bizdə cavab, əgər biz elektronların sayını tapmış olsaq, cavab 6 olacaq. Yəni 6-ya bərabər olacaq. Yəni biz bu məsələdə sizinlə öyrəndik ki, elektronun, ümumiyyətlə ionun yükü adətən onu təşkil edən elektronların yükü və protonların yükü cəmi nəzərdə tutulur. Ona görə də bu şəkildə yazmaq lazımdır. Və onun qarşısındakı rəqəm həmin elektronun və ya protonun sayını göstərir. Maddə zərrəciklərdən, ondan kiçik molekullardan, lap kiçik proton, neytron, elektronlar, atomlardan təşkil olmuşdur. Yəni hər bir maddəni biz bölsək, müəyyən zərrəciklər yaranacaq. Bu zərrəciklər molekullardan ibarət olacaq. Molekullar atomlardan, atomlar da elektron, proton və neytronlardan ibarət olacaq. Və belə çıxır ki, bütün cisimlər maddələrdən, maddələr isə atomlardan təşkil olunub. Bunu da görə bilərsiniz. Atomun elektrik yükü sıfıra bərabər olduğu üçün cisimlərin də elektrik yükü sıfıra bərabərdir. Əgər neytral cisim özünə elektron birləşdirsə, ya elektron alsa, onun yükü mənfi olur. Çünki elektronların sayı artır. Əgər neytral cisim elektron versə, orada elektronların sayı azaldığından orada müsbət yük olur. Yəni müsbət yüklü olur, çünki müsbətlərin sayı çox olur. Bu şəkillərdə biz indi bunların hesablama qaydasına da baxa bilərik. Tutalım ki, adi cisimdir və elektroneytraldır. Biz onların elektronlarını və protonlarını sayırıq, yəni müsbətləri və mənfiləri sayırıq. Sayan zaman görürük ki, mənfilər də mənfi 7-dir, müsbətlər müsbət 7-dir. Bu zaman toplayırıq, görürük ki, 0-dır. Demək, burada bizim götürdüyümüz maddə neytraldır. Amma bəzən olur ki, burada fərq yaranır. Yəni, baxıb görürük ki, məsəl üçün, elektronların sayı 8-dəndir, mənfi 8 yazırıq. Amma müsbətlərin sayı müsbət 7-dir. Toplayan zaman bizdə mənfi 1-yə alınır. Bu o deməkdir ki, elektronlar protonlardan bir vahid qədər artıqdır. Və ona görə də biz mənfi 1-yə şəklində yazırıq. Sonuncu şəkildə görürük ki, burada elektronların sayı mənfi 5-dir. Yəni 5 dənədir, ona görə mənfi 5 yazırıq. Protonların sayı 7-dir, ona görə müsbət 7 yazırıq. Bunları toplayan zaman görərik ki, cavab müsbət 2-dir. Yəni bu onu göstərir ki, burada elektronların sayı azalıb. Yəni protonların sayı elektronların sayına 2 vahid qədər çoxdur. Ona görə də müsbət 2 şəklində yazırıq. Biz bu dərsimizdə sizinlə cisimlərin elektrik yükü anlayışı ilə tanış olduq və təbiətdə 2 növ elektrik yükü olduğunu müəyyənləşdirdik və onlar arasında müəyyən elektrik qüvvələri olduğunu müəyyənləşdirdik. Həmçinin neytral atomun, ionun yükünün necə hesablandığını da sizinlə bəzi nümunələr vasitəsilə öyrəndik. Dərsimiz bu qədər. Gələn dərslərə qədər sağ olun.